Bu günləri bir stəkan qatıqla və bir neçə kartoşkayla bu cürlə dadlı, tavada şar kimi şişən, ağızda yağ kimi əriyən kətə hazırlayıram. Videonun sonuna qədər izləyin ki, sirlərini qaçırmayasınız. Xəmirə lazım olan ərzaqlar: qatıq, soda, duz və un. Başlayaq hazırlamağa. Çox super xəmirdir. Sadəcə, yəni qatıq demək olar ki, qatıq var tərkibində. Qatığı tökürəm qabağa. Üzərinə soda qatışdıraram. Soda belə köpürsün. Pış eləyir. Həmin qatıqla soda belə reaksiyaya girir də, pışıldayır. Həmin o xəmiri qəşəng pambıq kimi eləyir. Bax, onu belə. Duzu da əlavə edirəm və unu. Həmişə olduğu kimi videonun aşağısında dəqiq qramları ilə hər bir şey yazacağım, sizə paylaşacağım. Unu 200 ml stakanla ölçmüşəm. Burada məndə 3 stakandır. 3 stakanı da əlavə etmirəm. Hissə əlavə edəcəm. Asta-asta töküm, qatışdırım. Qəşəng, belə yumuşaq xəmir olmalıdır. Başqa nə su, nə yağ, heç nə əlavə etmirik. Baxın, bu şəkildə уже xəmirləşir. İndi əlimə yapışmır. İndi başlayacağım əlimlə yoğurmağa. Biraz un səpirəm. Undan hələ qalıb, hardasa bu 1 stakan qalıb. Bunu da xəmiri başlayıram əlimlə yoğurmağa, уже qaşıqla. Xəmir hələ də baxın belə yapışqandır. Ona görə yenə un əlavə edirəm. Baxın, belə qəşəng xəmir alındı. Yaxından göstər. Yapışmır və un əlavə etmirəm. Yəni 3 dolu stakan un eləmişdim bura. Ölçüb qramlarını dəqiq deyəcəm ki, nə qədər qaldı. Hardasa yarım stakan qaldı. Çox bərk olmasın. Bir də ki, xəmiri hazırlayandan sonra səbirli olun. O dəqiqə açmayın. Açanda xəmir rezin kimi qaydacaq dala. O bizə lazım deyil, əziyyət verəcək. Ona görə gözləyin ki, bir 5-10 dəqiqə dinlənsin. Ondan sonra yağ kimi açılacaq. Baxmayaraq ki, tərkibində maya yoxdur, fərq eləmir. Luboy xəmir maya ilə, mayasız, soda ilə həmişə dinləndirin. Yəni, fərq eləmir. Piroq olsun, belə kətə olsun, qutab olsun, fərq eləmədən. Yəni, bilməyənlər üçün paylaşmaq istəyirəm ki, həmişə qoyun ki, xəmir belə 5-10 dəqiqə dinlənsin, sonra rahat açmaq olsun. Bu qədər. Əgər un lazım olsa, biraz un səpərsiniz. Amma baxın, hələ ki yapışmır deyə un istifadə etmirəm. Belə balaca toplar eləyirəm. Hissələrə bölüm. Kindələri eləyirəm hamısını. Belə. Və belə. Görürsünüz, xəmir heç incitmir, heç un da lazım olmur. Bunu açacağım. Bunu koyuram. İçliyim hazırdır. Qabaqcadan hazırlamışdım. Adi püre hazırladım kartuşkadan, sadə kartuşkadan qaynatdım bilməyənlər üçün. Sonra da ki soğan, ağ soğanla, yemək soğanı ilə yaşıl soğan da əlavə etdim ki, qəşəng olur, dadlı olur. Ondan biraz tünd olurlar, belə tündləşib. Və ədviyalar əlavə eləmişəm. Duz, qara istiot, sarı kök. Sarı kökü çox sevirəm, çox yeməklərdə istifadə edirəm. Bir də biraz acılıq olsun deyənə paprika əlavə etmişəm, zövqə görə. Amma belə qara istiot, duz yetərlidir. Bu cürlə sadə ərzaqlarla çox dadlı içlik alınır. Xəmirlərimi də hissələrə bölmüşəm. 6 dənə alınıb. İstəsəz böyük kətələr eləyəndə, yəni böyük, yəni azaldın, 5 dənə eləyin, fərq eləmir. Dediyim kimi, un lazım olsa un səpin və açırıq. Kətənin bir sirrini də sizlərlə paylaşmaq istəyirəm. Kətənin xəmirini açanda qutab kimi açmayın. Qutabı çalışırıq ki, nazik alınsın da. Yəni, amma kətəndə qutab qədər nazik olmamalıdır xəmir. Görürsünüz, dediyim kimi, dinlənəndən sonra da yağ kimi açılır. Yəni, insana əziyyət vermir. Baxmayaraq ki, tərkibində yağ yoxdur. Baxın, heç taxtaya da yağ yapışmadı. İndi içinə içlik qoyuram. Bu qalınlıqda açdım. İstəsəz belə yekə kətələr hazırlaya bilərsiniz. Yəni, zövqə görə necə ürəyiniz istəyir. İçinə içlik qoyuram. Bir dolu qaşıq.
Və bu şəkildə elə bil xingal bükürsüz də, yəni xingal kimi kənarlarını yığıram. Belə eləyirəm ki, görəsiniz. Qəşəng belə sıxın ki, açılmasın. Əlimlə belə edirəm ki, kartuşka içəridə yayılsın. Yaxşı olar ki, yəni yeyəndə də kartuşka kəsəndə, yəni hər tərəfində qəşəng kartuşka olsun. Bir azca un vuracağam, yapışmasın. Çünki bizə yapışmaq lazım deyil. Qopmasın içindəkilər. Belə bükdüyüm tərəfi çevirirəm bu şəkildə. Və asta-asta açıram. Çox nazik etmirəm. Yəni çox nazik etməyin. Aparıram qaza. Qazda da tavana qabaqcadan qoymuşdum, isti olsun. Bir sirri də yağ əlavə etmirik. Tavanı qoymuşam isti olsun, amma yağ heç nə. Yəni əlavə etmirik. Orta xodda bişirəcəm. Gətirirəm. Belə sadə, boş, bu şəkildə qoyuram. Əl vurmuram. Ta o birisi üzü pişənə, bir üzü pişib çevirəcəm. Bu şəkildə saxlayırıq. 1-2 dəqiqədən də sonra qapağını bağlayacağam. Əgər istəyirsinizsə kətə belə şişsin, sirrin açıqlayıram. İlk qoyanda qapağını bağlamırıq. Bir üzünü bişiririk. Qəşəng belə qızarana qədər. Qızılı rəng olana qədər. Qızılı rəng olandan sonraki ikinci üzünü çevirəndə onda qapağını bağlayırıq. O qəşəng belə şişsin. Hə. Xəliflər deyirsən. İkinci üzünü çevirəndə qapağını qoyun ki, bu cürlə qəşəng şişsin. İndi bunu bişdi. Götürürəm və kərə yağı ilə qəşəng yağlayırıq. Havalıdır, qəşəng. Biraz belə əlimizlə sıxırıq. Bu qədər. Gördüyünüz kimi hazırlamaq çox asandır. Dadı isə sözlə ifadə edilməz. Yumuşaqdır. Baxın. Çox yumuşaq xəmirdir. Bölmək istəyirəm ki, istidir. Bölmək istəyirəm ki, içini də görəsiniz. İçi tam belə dediyim kimi, hər tərəfi kartoşkalıdır. Qəşəng, dadlı. Soyusun dadına baxın. 6 dənə alınmışdı. Birini yemişik, dadına baxdım. Çox süperdir. Evdə hamısı yəni çox sevdi, çox bəyəndi. Yəni bu qədər az ərzaqla bu cürə daddı. Yəni kətə super. Əgər videonu bəyəndinizsə, abunə olub, rey yazın. Fikirləriniz çox mənə maraqlıdır. Bir də ki, bir sirlə də balaca paylaşım sizlərlə. Gələn videoda bu kətənin yanına restoran dadında bir şorba hazırlayacağım. Videonu qaçırmayın, izləyin. Abunə olun ki, sizə bildirim gəlsin. Siz də hazırlayın. Nuş olsun.